Deməli, yoldaşlar, əvvəlki dərsdə danışdıq present perfect-dən. Və hal-hazırda isə bu tamam qalsın burada, ya da qalmasın. Gəlin onu daha səliqəli şəkildə sizə çəkim. Mən istəyirəm ki, onun yerini də biləsiniz tam şəkildə ki, hardadır? I play, I played. Buraların sürətli şəkildə keçə bilərsiniz. I will play. I am playing. I was playing. Və burada demişdik I have played. İndi isə bax buradan danışacağıq. Present perfect continuous'dan. Həmin mövzuya gəlirəm. Deməli, əgər present perfect mövzusunu tam şəkildə başa düşmüsünüzsə, present perfect continuous'da məncə başa düşəcəksiniz. Biz yazıdadsa əvvəlki zamanları izah eləmək üçün belə bir oxdan istifadə elədik. Dedik ki, bura gələcək zamandır, bura keçmiş zamandır və biz hal-hazırda buradayıq. Deməli, burada present perfect elə bir zaman idi ki, bu keçmişdə idi və onun biz nəticəsindən indiki vaxta fokuslanmağımızdan danışırdıq ki, hal-hazırda hara fokuslanmışıq, nəticə nədir, effekti nədir, təsiri nədir. Buradaysa, present perfect continuous'daysa eyni məsələdir, yenə bir nəticə var, amma burada bir müddət də var. Yəni, məsələn, deyirsiniz ki, təngi nəfəs gəlirsiniz, deyirəm ki, nə olub, nəsə yorğun görsənsən. Deyirsiniz ki, futbol oynamışam, bu da ola bilər, I have played football. Bir də ola bilər ki, 5 saatdır ki, futbol oynayıram. I have been playing football deyə bilərsiniz. Burada artıq indi struktura gələcəm hansı formadadır. Birinci özünü başa düşək tam şəkildə. Deməli, baxın, məsələn, bir şeyi icra eləmişsiniz və onun nəticəsi hal-hazırda göz qabağındadır. Deyirəm ki, oy da, nə qəşəng ingiliscə danışırsan. Deyirsiniz ki, 3 aydır ki, Emerson'da ingilis dili öyrənirəm. Burada artıq bu present perfect continuous'dan istifadə edəcəksiniz. Bunu bu dəqiqə öyrənirəm deyə bilmərəm. Çünki bu dəqiqə öyrənmirəm, axı oturmuşuq söhbət edirik. Ümumiyyətlə öyrənirəm deyə bilmərəm. Çünki ümumiyyətlə öyrənməyim vaxtla məhdudlaşa bilməz. Məsələn, 3 ay deyirəmsə, present simple ola bilməz axı. Present simple-da vaxt ümumiyyətlə yoxdur. Ümumiyyətlə baş verir. Keçmişlər zaten ola bilməz. Deməli, present perfect continuous. Struktur belə olacaq. I have been doing something. Yəni, feil ing. Have been, has been. Üçüncü şəxsin təkində has been. Və burada doing, yəni feil plus ing olacaq. Məsələn, I have been learning English for 3 months on Emerson. Okay. 3 aydır ki, Emerson'da ingilis öyrənirəm. I have been running. Qaçırdım. Yəni, təngi nəfəs gəlirəm və nə olub? Qaçırdım, futbol oynayırdım. Yəni, 3 saatdır ki, 2 dəqiqədir ki, nə bilim, 10 ildir ki, fərq yoxdur. Bir müddət olmalıdır, mütləq şəkildə, ya da müddətdən söhbət getməlidir. Mən deyirəm ki, məsələn, 5 aydır haradasan, yoxa çıxmısan. Deyirsən ki, I have been writing a story, məsələn, hansısa bir hekayə yazırdım 5 ildir ki. Okay. Mütləq şeydən söhbət getməlidir, zamandan söhbət getməlidir. Bundan əvvəlki mövzuda dediyim kimi, əgər present perfect-i başa düşmüşdünüzsə, bunu 100% başa düşdünüz. Əgər ağlınızda xüsusi sual varsa ki, bəs bu görəsən belədir, əmin olun ki, elədir. Nə danışmışamsa orasına qədərdir. Əgər izah eləmədiyim, hal-hazırda demədiyim nəsə bir nüans varsa, əmin olun ki, bu dəqiqə ona ehtiyac yoxdur deyə demirəm. Deyib sizin başınızı qarışdırmaq istəmirəm. Çünki hələ qabağımızda olan mövzular var. Onlarda tam şəkildə bizə aydın olacaq. Yəni, qəti çəkinməyin ki, ayda, indi mən hişiyitdə həz oldu. Görəsən, məsələn, V-də heç demədi ki, nə olur. Orada da have olur. Bəli, have olur. Elə olduğu kimidir. Yəni, deyirəmsə ki, 3-cü şəxsin təkində həz olur. Deməli, başqa heç nə yoxdur. Tamam. Bu mövzu haqqında çox uzun danışmayacağım. Have, has qabağa keçəcək. İnkarda not artıracağıq. Sual və inkarı bu şəkildə sadə düzələcək. Bilirsiniz də, aşağıda qeydlər yazılıb. Siz həmin qeydlərə baxıb da əslində öz biliklərinizi daha da inkişaf etdirə bilərsiniz. Ya da ki, mənim danışıqlarımdan not götürmək əvəzinə həmin qeydləri
baxa bilərsiniz. Çünki həmin qeydlər əvvəlcədən sizin yerinizə not götürülüb. Belə, növbəti mövzu bizim əvvəl keçdiyimiz mövzulardan biridir demək olar ki, onu bir daha belə yaxşı şəkildə təkrarlamış olacağıq. Sonra bax buradakı zamandan danışacağıq. O da çox maraqlıdır. Qəti şəkildə praktikaları boş keçməyin. Oradakı şəkilləri falan hamısını lazımınca, layiqincə istifadə eləyin ki, tam şəkildə mənimsəyəsiniz. Özünüzə yaxşı baxın. Növbəti mövzuda görüşərik.